Buna bax. Hökumət bunlarındır, bax, devlət bunlarındır. Ala, Fövqəladə Hallar Nazirliyinin, baxın. Bu ata da o bala, baxın, paylaşıb bunu, Arif Paşayev. Bu qocaman pensioner Tərtər Devlət Yanğından Mühafizə Xidmətinə rəisi Mübariz Əliyev niyə kreslosunu təhvil vermək istəmir? Bunun 75 yaşı var, 80 yaşı. Oğlu, baxın, indi niyəsinə baxın. Niyəsinə baxın. Oğlu Əliyev, Əli Baba Fövqəladə Hallar Nazirliyində işləyir. Gördüyünüz kimi polkovnik Mübarizin dayısı Seymur Qaraşovdur. Yaxın günlərdə Mübarizin rüşvət korrupsiya faktlarını da açıqlandıracağıq. Baxın, oğlu Kəmaləddinin yanında polkovnikcə ən azından şöbə rəisidir də, ən azından. Oğlu şöbə rəisidir deyə, atası da deməli 75 yaşında paşa. Nə bu Turingdə çəkinənmir, bu nə poxdur ki bu, orada kadr mı yoxdur bunu qoyasınız? Kadr mı yoxdur? İndi maraqlanarsan, bunu da Kəmaləddin hansısa qızını nəyin, Allah bilir nə eləyibdir. Niyə pensiya çıxmırsınız, niyə gənclərin önünü açmırsınız? Adam deyəcək,